Yanvarın 31-də günün birinci yarısı Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə keçmiş Səhiyyə Naziri Əli İnsanovun penitensiar xidmətinin rəhbərliyi və Ədliyyə Nazirliyinə qarşı apellyasiya şikayətinə baxılması başa çatıb. Şikayət Əli İnsanova qarşı işgəncə faktlarının Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tanınması ilə əlaqədar verilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Əli İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü işgəncələrin qadağan olunması və 6-cı ədalətli məhkəmə çəkişməsi maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Bununla bağlı Əli İnsanov hüquqlarının pozulmasının penitensiar xidmət rəhbərliyi və şəxsən Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən tanınmasını tələb edir. İş üzrə dinləmələrə yanvarın 17-sində başlanılıb. İlk prosesdə keçmiş nazir hakimiyyəti kəskin tənqid edib, siyasi qətllərin təşkilində ittiham edib. Bugünkü iclas zamanı Əli İnsanov Şuşa akvariumda əyləşdirilib və onun danışığı eşidilməyib. Vəkil Əli İnsanov ilə jestlərlə və yazılı şəkildə danışmalı olub. Məhkəmədə işi yubatmaq məqsədi ilə Ali Məhkəmənin plenumun qərarına ziddini olaraq heç bir araşdırma aparmadan güya 2010-cu ildə İnzibati İqtisadi Məhkəmə yaradılıb. Bu işin də mahiyyəti, yəni ki, İnzibati İqtisadi Məhkəmə araşdırma aparmalıdır. Buna görə də bunlar Nəsimi Məhkəməsinin bu işlə əlaqədar qərarın qətnaməsini ləğv elədi və işi göndərdi Bakı Bir saylı İnzibati İqtisadi Məhkəməsinə təzədən iş aparmaq, araşdırmaq. Günün ikinci yarısında Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə Əli İnsanovun işi üzrə təkrar məhkəmə prosesi davam edib. Təkrar istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin 14 mart 2013-cü ildə İnsanovun ədalətli məhkəmə təhqiqatı hüququnun pozulması haqqında qərar qəbul etməsi ilə əlaqədar aparılır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası üçün Azərbaycan Ali Məhkəməsinin plenumu 15 noyabr 2013-cü ildə işə təkrar baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib. Vəkillər və yenə vəsatət qaldıraraq, qanuni vəsatət qaldıraraq bildirdilər ki, nə qədər ki, Ali Məhkəmənin qərarı var ki, araşdırma aparmaq olmaz. Eyni zamanda plenumda göndərib ki, araşdırma aparılmalıdır. Belə vəziyyətdə biz xahiş edirik məhkəmədən vəsatətlər qaldırdıq ki, deməli, Ağır Cinayətlər Dairə Məhkəmədə Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirtdiyindən, Avropa Məhkəməsi bu barədə qərar çıxartdığından, Əli İnsanov barəsində Ağır Cinayətlər Dairə Məhkəmənin hökmü ləğv olunsun və iş göndərilsin birinci instansiya məhkəməsinə, Əli İnsanov həbsdən azad olunsun. Lakin əsassız olaraq məhkəmə qərəzli olaraq deməli, bu vəsatətləri təmin eləmədi. Belə olan halda tərəfimizdən məhkəmə tərkibinə təkrarən etiraz verildi. Etiraz təmin olunmayandan sonra Əli İnsanov qəfəsin içinə salınıb. Deməli, qəfəsdə səs keçirməyən qəfəsdir. Bu qəfəs analoq olmayan bir qəfəsdir. Dünyanın heç bir məhkəmələrində belə praktika yoxdur. Əli İnsanovun deməli, danışmaq səlahiyyəti əlindən alınır. Deməli, hakim istənilən vaxt knopkanı basaraq Əli İnsanovun sözünü kəsir. Ona görə də Əli İnsanov məhkəməyə sədrlik edənə etiraz verdi. Lakin o etiraz da təmin olunmadı. Biz hesab edirik ki, Əli İnsanova qarşı qərəzli, ədalətsiz məhkəmə necə əvvəllər birinci instansiya Apellyasiya və Ali Məhkəmədə keçirilmişdir ədalətsiz məhkəmə. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsi Əli İnsanova qarşı ədalətsiz məhkəmə keçirir. Və biz bununla əlaqədar təbii ki, bu şəraitlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin özünü məhkəmə verəcək ki, bu qurulmuş qəfəs hansı standartlara cavab verir, hansı qanuna əsaslanır və bununla əlaqədar bir sənədləri hazırlayıb Bakı Bir saylı İnzibati İqtisadi Məhkəməyə müraciət edəcək. Daha sonra prokuror İnsanova iqtisadi cinayətlərlə bağlı irəli sürülmüş əvvəlki ittihamları elan edib. Əli İnsanov məhkəməni siyasi sifariş yerinə yetirməkdə ittiham edib. O, ittihamları təkzib edib. İnsanov xatırladıb ki, qondarma dövlət çevrilişinə cəhd ittiham ilə həbs edilib və 16 ay həbsdə saxlanılıb. Daha sonra başqa saxta ittihamlarla mühakimə edilib. İnsanov bildirib ki, Azərbaycan hakimiyyətinin Kürü diplomatiyasından daha güclü çıxıb və Strasburq məhkəməsində işi qazanıb. Keçmiş nazir İlham Əliyevin adını çəkən kimi hakim mikrofonu söndürüb. Buna cavabda İnsanov şüşənin arxasından qışqırmağa və əlləri ilə işarə edərək ölkədə 50 min obyektin özəlləşdirilməsindən 30 milyard dollar əldə edildiyini, bu vəsaitin İlham Əliyevə verildiyini iddia edib. Proses fevralın 6-sında davam etdiriləcək.